Landmarkda olub bu hadisə. Landmarkda VC-də, məncə bunu təkcə Landmarkda yox, başqa yerlərdə də müşahidə olunmalı yəqin ki. Bir nəfər əl-üzünü yuyanda digəri ayağını qaldırıb dəstəmaz alır. Yəni boy olaraq eynidir o yuyulma yeri. Ona görə biraz səhnə biraz qəribə görsənirdi. Kiminsə üzünü yuduğu yerdə, kiminsə ayağını yumağı biraz belə konflikt yaratmışdı sanki onlar arasında da. Bu niyə yaranır? Bu ona görə yaranır ki, görüntü təzadıdır. Aysel, yəni belə baxanda bu çox qeyri-ədəbsiz bir şey kimi görünür ki, ayağını niyə qaldırmırsan, çik. Digər tərəfdən əslində biz özümüz burada yaşayaraq modernləşmək istəyirik. Normalda da təkcə müsəlmanlara aid deyil ki, bir Hindistanlı da ola bilər də, bütpərəst. Onun həyat tərzi deyək ki, gündəlik 5 vaxt namaz qılmalıdır məsələn. Onun üçün şadravan olmalıdır. Yəni o memarlığını öz həyat tərzinə uyğun şəkildə qurmalıdır. Amma burada nə yaranır? Qərbin memari tikilisinin içində bu namaz qılmağa cəhd edilir və ədəbsiz bir mənzərə yaranır ki, ayağını qaldırmalıdır. Hərçənd şadravan olsaydı ayağını aşağıda yukarıda və problem olmazdı da.